Əli Kərimlini həbs eləyiblər. Məhz Trump'ın istəyi ilə həbs eləyiblər. Məhz Britaniyanın istəyi ilə həbs eləyiblər. Çünki İrana qarşı savaş başlayanda Azərbaycan ərazisindən istifadə edilməsin deyə İran xalqı qaldıracaq ayağa. Qaldırmağa qadir idi ayağa. Bir dənə ya Hüseyin deyəndə 3 milyon adam meydana çıxır. Buradan İsrail'e, Amerika'ya səslənirəm. Buradan Avropa Birliği'ne səslənirəm. Azərbaycan xalqının neftini, qazını, sərvətini yediniz. Sizə demokratik ölkə Azərbaycanda sərf eləmədi. Sizə diktator sərf elədi. Demokratik ölkə olsaydı, demokratik səviyyədə ölkənin sərvəti xalq arasında paylanardı. Ey Amerika, ey İngiltərə, ey Avropa Birliği. Neftimizi, qazımızı yediniz, burnunuzdan gəlsin. İlham Əliyevin meymun kimi oynatdınız. Azərbaycanın sərvətini yediniz, xalqdan maraqlanmadınız. Uşaq pulu verilmədi. Ölüm həddinə, ana uşaq ölümünə görə Azərbaycan Afrika ölkələrini keçdi. İnfakta, vərəmə görə Afrika ölkələrini keçdi. Danışılmış müharibələrlə bu diktator orada saxlamaqdan, Qarabağ müharibəsi, Qarabağ oyunlarından Allah dağıtsın o Qarabağı. İlham Əliyev orada saxladığınız dədə bala 56 il sömürdünüz bizi. Yediniz, bitirdiniz bizi. İndi bizi İranla savaşa soxmaq istəyirsiniz. Hansı abrınızdan, hansı həyasızlığınızdan siz savaşa soxmaq istəyirsiniz? Şəxsən mən də istəyirəm mənim 40 milyonluq Azərbaycanlı soydaşlarım Fars rejimindən qurtulsun. Mən də istəyirəm İranda, Rusiyada, imperiyadır. Bunların parçalanmağını mən də istəyirəm. Hamıdan qabaq istəyirəm. 56 ildir İngilislərin istəyi ilə, Rusların istəyi ilə, Avropanın, Amerikanın istəyi ilə saxlamısınız. Hakimiyyətdə xalqa divan tutub İlham Əliyev, Azərbaycan xalqı yeriyəndə ayaqları bir-birinə dolaşır. Yerişini yeriyə bilmir acından indi İranla savaşa soxursunuz bizi. Utanmırsınız siz. Heç olmasa bizi İranla savaşa soxacaqdınızsa biraz yeməyimizə, içməyimizə fikir verərdiniz. Uşaqlar uşaq pulu alardı. Rus, Fars, Erməni, bunlar Türk'ün düşməni deyirlər ha. Bizim düşmənimiz bunlar deyil. Bizim əsl düşmənimiz İlham Əliyev və arvadı Mehribandır. Səni ananı başını satan bugün İrandır mı? Tam əksinə İrandan sənin xalqının ərzaqının 80% İrandan gəlir. Bugün sənin xalqının 5-10 milyon arası cavanları Rusiya ilə dolanır. Bugün Paşinyan deyir Qarabağ Azərbaycanındır. Şimal bölgəsi deyir. Hamısı deyir kaş Rus ordusu İlhamı devirmək üçün buradan gedə. Onların qabağında İlhamı qırmaq üçün, İlhamı devirmək üçün silah götürüb onlardan qabaq İlhamın üstünə gedəcəyik. Eləcə də talışlar. Kaş İran ordusu Bakını işğal eləməyə gələ. İran ordusunun qabağında İlhamı güllələmək üçün, bombardıman eləmək üçün İran ordusuna ehtiyac yoxdur. Daldan gəlsin. Qabağında talışlar, şiyələr, Azərbaycan xalqı gələcək. Eləcə də kaş Türk ordusu gələ işğal eləyə Azərbaycanı, İlhamı rədd eləyə. İlham Əliyev ölkəni elə günə qoyur ki, adı ölkəmizi nə Qarabağ maraqlandırır, nə müstəqillik, cerb, bayraq, belə şey maraqlandırmır. Hamı ən əziz adam yataqda ölür. Özü xəstəlik tapıbdır. Həyatda qalmaq üçün mübarizə aparır. Allahdan arzuluyor ki, İran gəlsin, ölkəni işğal eləsin, Rus gəlsin, işğal eləsin, Türk gəlsin. Amma bu rejim getsin. Paşinyan gəlsin. Paşinyanın atılan dırnağı olamaz İlham Əliyev. Zaten İlham da ermənidir. Ermənilər bizdə neçə il savaşdı? 35-40 il. Hələ bu yaxın tarixdə, eləmi? Ermənilər nə qədər qaçqın saldılar millətimizi? 1 milyon, eləmi? Təhcə İlham Əliyev gələndən 15 milyona qədər qaçqınımız var. Heydər Əliyevdən bir yerdə 15 milyondan çox 20 milyona yaxın qaçqınımız var. Gizlədirlər statistikan. Bəlkə səhv deyirəm mən. Millət balasını itirir. Tüpürüm o devlətə, o müstəqilliyə, o gerbə, bayrağa ki, orada qeyrətli oğlanları petuqdan betər sındıracaq.